Eve. Ha ne var? Bacardığımız kadar yedik. Yedik. Ne var? Bacardığımız kadar içtik. Ne var? Her şeyin hesabını ödedik. Ödediler. Gedek. Gedek. Artık son işte. Sen için bir şiir yazacağım. Kara gözler hakkında Balaka. Bir tane şiir yazmışam ben. Kara gözler hakkında. O senin kara gözlerin. Benim gözlerim. Evlat şeyim. Gözdəki. 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 Ay, Gözdəki. Ne olub sənə? Aydın. Yuxu görmüsən, nədir, nə olub? Ne olub sənə? Mənə elə gəlib ki, çıxıb getmisən. Hara? Mən hara getməliyəm? Biz bir evdə yaşayırıq, bir damın altında. Bir damın altında yaşamaq kifayət deyil. Dərk edib duyasan budur məhəbbət. O kəs ki uzaqlardadır, yanında deyil. Daim onu düşünməkdir məhəbbət. Sənin şeirin. Mənə həmişə elə gəlib ki, bir gün yuxudan ayılacağam və səni yanımda görməyəcəm. Sən hər şeyini mənə görə itirmisən. Bu ne sözlərdir sən danışırsan? Sən də hər şeyini mənə görə etmirsən. Əvvəllər kitab çıxartdırmaq istəyirdin. İndisi səhərdən axşama kimi mədəndə işləyirsən, Aydın. Səhərdən axşama kimi. Sən də mənə görə hər şeyini itirmirsən. Aydın, sən qəribəsən. Bağışla. Bağışla məni. Hara getmişdin? Qonşuya getmişdim. Ev sahibəsi çağırmışdı məni. Deyir ki, ev sahibi səni görmək istəyir. Nəsə demək istəyir sənə. Aydın, icazə verirsiniz, gedib yorğanı çırpın. Get. Aydın. Aydın. Bağışla ki belə tezdən. Sabahın xeyir, neredesin? Sabah bana artıq hazırdır. Çok sağ ol, teşekkür Bir ederim. də ki, sənə çoxdan demək sözüm vardı. Buyur. Bax, vallahi ağlına başqa fikir gətirmə. Balalarıma görə deyirəm. Ne oldu? Xəbərin varsa, 2 aydır artıq ev kirəsini vermirsən. Sübh açılır, gün doğuyor her seher. Sen ey mehbesi virane sen, birce ışıklanmazmışsan meğer. Mende günah yok, bunu bilmez misin? Ey melekil mevt, gel al canımı, öldür. Evet öldür oğlum, rahat. Çıdan görün. Qulaq as mənə. Şu Təkin xanıma da tapışır. Şurada mənim müştərilərim gələcək. Əgər ota xoşlarına gəlsə, xahiş edirəm. Şələşilərinizi yığırsınız, iziniz tozunuzda qalmır. Başımız biz sana geldik. Aydın, mən bilirəm getməyə yerin yoxdur. Amma mənə də pul lazım bax. Məni başa düş. Sen böyle sen 2 ay gözləmirsən, biz 2 günde gözlə, mən sana pulunu verəcəm. İşləyirəm axı, mənim maaşımı yubardılar. 1-2 gün, mənim müqabiləm də var. Bax, mən işləyirəm, bax. Aydın, mən savadsız bir adamım. Baxın, müqavilədən nə başım çıxır? Onda sən- Sənə deyirəm, mənə pul lazımdır. Başa düşürsən Mənə mənə. inan ki, mən sana pulunu verəcəm. Mən qaçmıram ki. Maaşımızı yubadırlar. Sən narahat olma, 1-2 günə pulunu verəcəm. Aydın, mənim başqa çarəm yoxdur. Yaxşı, yaxşı. Bax da, Oldu. Samavara görə çox çox. dəyməz. Allah Allah. Ana yaşlı, samavarı kim gətirdi? Sahib. Hə? Hə. Allah köməyi olsun. Nə deyirdi sənə? Heç
deyir, şərəkülərinizi yığın, rədd olun buradan. Qorxdun deyəsən, hə? Qorxma, zarafat edir. Dedi, ev pulun vermək lazımdır. Dedim, bir-iki gün gözləsin, ev pulun verəcəm, maaşımızı yubadırlar. Sən deyəsən, qorxdun, hə? Qorxdun? Mən heç nədən qorxmuram. Heç nədən. Çünki sən mənim yanımdasan. Bir də nə olub Allah'a şükür. Sən də işləyirsən mən də. Dövlət bəyin arvadına dərsliyə. Bugün səhər maaşımızı verəcək. Ürkəri dolanacaq. Acından ölməyəcək ki. Sən də oxuyursan orada. Qaranlıq gecədə səni gözləyim. Durmaqdan yoruldu meydan öndüz. Uzaq üfüqlərə göz gəzdirməkdən büsbütün kör oldu meydan öndüz. Öksüz talihində gecikdin nədən? Karvan qıran doğdu, görünmədin sən. Oxşatdın, yanıldım, könül verdim mən. Bilmədən vuruldum, eydan öndüz. Bunu mənə yazmışsan. Gültekin, mənim yazdığım hər söz, hər hərif, hər kəlmə sənindir, sənin. Əlacım olsaydı bütün ömrümü bax beləcə oturardım. Bax beləcə. Amma çay içmək lazımdır. Çay içəcəyim. Yavaş, eləmə, yaxşı. Küçələrə susəpmişəm, yar gələndə toz olmasın, Ələ gəlsin, aramızda söz olmasın, Aydın sən uşaq kimisən. Mənim vəziyyətimdə uşaq kimi olmaq da bir kişilik tələb edir. Hə? Bu nədir belə? Dəymə, qoy, zəhər. Nə zəhər? Ged əlini yum. Sıçan zəhəri, nə bilim, sahib verib deyir, evin künclərinə səpərsən, göyə sıçanlar var. Get, tez əlini. Bəs sən niyə səpmirsən? Get. Mən o gün orada ikisini görmüşəm. Ev yox, qoy qalsın, ged əlini yum, tez ged əlini yum. Bilirsən Gültekin, mən uşaq olanda bizim həyətdə bir pişik vardı, mənim sevimli pişiyim. Onu o qədər çox istəyirdim, qardaşımla da çox istəyirdim. Günlərin bir gün gördüm ki, bu pişik bir sıçanı tutub ondan oynayır. Sıçan əllərini yıxıb, gözləri çıxıb hədəqəsindən tir-tir əsir. Biraz keçmişdi. Sıçanın sümüyünün pişiyin ağzından necə xırçıldadığını eşitdim. O gündən mən həmin pişiyə nifrət edirdim. Özümü öldürürdüm, o qədər ağladım ki. Nələm də deyirdi ki, uşağın başına hava gəlib. Deyirdi, ay bala, pişik sıçan yiyər də. Nə düz deyir də? Hə, düz deyir. Pişik sıçan yiyər də. Taksir o sıçandadır ki. O niyə gəlib pişiyin əlinə düşür ki? Pişik də hap belib onu yesin, hə? Samavarı alışdırın. Gəl çörək. Samavarı alışdırın. Yavaş, cehizler sındır. Aydın. Gül kimi cehizlerim var, sındırma da. Mənim cehizimi 3 gündə açsaydılar çıxarmazdım. Mən hələ brilliant boyunbağım. Yaxşı, bəs kimə qismət oldu sənin o cehizin, brilliant boyunbağın, hə? Kimə? Mənim elçiləri təzə pirdən düz bizim evə qədər növbəyə dayanmışdılar. Çayımız yox. Yadımdan çıxıb da sənə deyim. Bakkal demişdi ki, Aydın bir mənə dəysin. Kimə qismət oldu sənin cehizlərin, brilliant boyunbağı kimə? Aydına, ən kasıb bir oğlan. Hə? Aydın mənə bax. Yaxşı ye. Eşirirsən? Deyirəm ki, bəlkə axşam bir yerə gedək, hə? Hara gedək, hə? Hara gedək? Harası? Gedəyəm bax. Möhtərəm mümin müsəlmanlar məhəlləsinin möcüzələr müəllifi Maydın.
Sizdən madizənin maniş edirik, öz gözəl Mültəkin xanımınızla bizim Məhəbbətül Mədəniyyət məclisimizi mərəfdar edəsiniz. Mubernator. İndicə düzdür qoşdun, hə? Deyirəm bəlkə teatr gedək. Qaqa. Gedək də. Yardan gedərik, yaxşı. Hə? El karanlık sergin ışıklı yavrusu. Ey ışıklı sergin karanlık yavrusu. Bilce bilsen o kara gözlere ağlamak ne kadar ya... ağlamak ne kadar yaraşır. Ağla da, ağladım. Ağla, o göz yaşları yanağından süzülsün. Ağla da. Oynayabilmirsən sən. Ağla! Mənim belə teatrda zəhləm gedir. Bilirsən, biz gedəcəyik Surxaycıya. Nə yaxşı. Keçən dəfə sənin xoşuna gəlmişdi. Elə gözəliz ki. Surxaycıya. Eyvallah, bütün şəhər əliz kimi görünür. Bak. Haydi! Adın çək kulağın vur. Bak. Bilirsən qaynanan səni nə qədər istəyəcək. Gəl bura. Səndən danışırdıq elə. Gəl bura. Sağ ol. Gəl çay iç. Yok sağ ol, siz geçişiler. Nə oldu? İşte benzinimlere mesela baş verir. Gəl çay iç. Akşam sen şeylerini okudun. Bana bir lezzet elədi. Bana bir lezzet elədi. Ben fikirleşirəm ki yani bir şeyler sen yazın sana. Ya Sağ ol. qonşu yazın. Akşam geleceksin. Əlbəttə gələcəm Gültəkin. Bilirsen kimler gelecek? Kimlər? Ahmet Adamsın. Necə? Çobançı Xəlil. Qurban gələcəm. Elbette. Onlar yeni gelmiyorlar ha. Eşitiblər ki sen təzə şeylerini okuyacaksan. Ama o kadar adam gelecek ki hiç bilmirəm onları ben harada yerleştirim. Bilirsən, mən onları bura dəvət edərdim, amma burada görürsən də biraz. Sen hiç bir kurma koymaya yerin yok. Sən xurma gətir, Nəysə, mən mən yer taparam qoymağa. Xurma qoymağa yerin yox. Deyirəm, hava yaxşı olsa bizim çardağa qalxarıq, dama. Bütün şəhər ayağımızın altında. Onu ver də mən. Xəzər dənizi, Nargin arası. Yaxşı da, onu ver mənə, gətir. Niyə? Qoy məndə qalsın. Ben bir şey yattan çıxardım. Bitirərsən ha. Akşam görüşərik. Çay içmədin. Yox, sağ ol. Yaxşı, yaxşı. Gözləyəcəm ha. Mütləq gələcək. Yerdə yaz. Özündən müğayət ol. Ha, da. Yaxşı, hələli. Axşam görüşərik. Yaxşıdır. Nə var? Nə var? Görürsən ərin necə məşhur adam. Bax bir tərəfdə kamança Xəlil, kamançası. O tərəfdə Qurban Tarım. Ortada da Aydın Gültəkin. Nobahar oldu. Günəş şöylələnib nur saçır. Qararır, sellər axır, ot göyərir səhrada. Yeni açmış gülü gördüksə də bülbül dil açır. Gül budağına qonub nəğmə oxur azadə. Bax beləcə səhərə qədər Gültəkin. Hə? Aydın, mən bu gecə elə qəribə yuxu görmüşəm ki. Yuxu görmüsən? Hə, bilirsən, bizim böyük bir bağımız var idi. O bağda ilk əvvəl alça ağacları gül açırdı. Hər yer, hər tərəf dümdüz ağappaq olurdu. Görürüm rəhmətli nənəmlə babam biz oturub söhbət edirlər. Anamsa elə hey mənə baxır narahat. Mən axı anamı kəsib tutmuşam. Mənsə həmin bağçada gəzmirəm, uçuram. Vallahi uçuram. Sənsə dayanmışsan darvazanın qarşısında. Özə bilirsən necə? İlk görüşümüzə gəlmişdin ağ köynəkdə. Həmin ağ köynək də əynindəydi. Dayanmışsan, baxırsan üzümə. Mən sənə deyirəm, Aydın, gəl. Gəl içəri. Sənsə gəlmirsən. Elə bu vaxt bir səs gəlir doğma. Həfif bir səs. Atamın səsi kimi bir səs. Məni çağırır. Gültəkin. Gültəkin. Mən səni bu vaxt yuxudan uyanıram. Qəribədir, hə? Hə, Aydın. Gültəkin. Sən ümumiyyətlə belə şeylərə inanırsan Gültəkin. Nəyə? Məsələn, bu dünyadan başqa bir dünyanın olduğuna. Hə? Bəs sən? Bilmirəm. Mən nəsə tamam başqa bir varlığın olduğuna inanırım. Bax, mənə elə gəlir ki, bu dəqiqə kimsə bax oradan bizim ikimiz də istəyir. Hə, etiqad deyil, bu məhəbbətdir. Bax, mən bu torpağı sevirəm. Çünki sən bu torpaqda addımlayırsan. Mən bu sınıq nəlbəkini sevirəm, çünki sən bu nəlbəkidən çay içirsən. Mən milçəyi belə sevirəm, çünki o hərdən sənin çiynine qoğa bilər. Yaxşı. Mən hər şeydən çox bizim hərfləri sevirəm. O hərflərdən sənin adını yaratmaq olur. Qulaq as. G, Ü, L, T, Ə, K, İ, M, Gültəkin. Bu hərflərdən boyunbağı düzəltmək olur. Almaz kimi, brilliant kimi boyunbağı. Hə? Bax belə. Mən belə bir dünyanın olduğuna inanıram.
istəyirəm ki, hərflərdən boyunbağı düzəlsəydi nə var idi ki? Bax, mənim heç nəyim yoxdur ha? Ay gözümün işini, sənin heç nəyin olmamalıydı axı. Niyə? Çünki mən tərtəmiz qız almışam, sənin heç nəyin olmamalıydı. Deyirəm, sən necə sadəlövsən. Niyə? Axılar olsaydı, indi biz onları satardıq, ev yəsinə bir şey Axı verərdik. Gültəki, sən niyə elə fikirləşirsən ki, mənə yapılım verə bilməyəcək? Mən şikəstəm, mənim əlim yoxdur, ayağım yoxdur, mən işləyirəm. Sadəcə maaşımızı bir qədər yubadırlar. Verəcəklər, bir-iki günə verməlidirlər. Mən ev pulum verəcəyim, narahat olma. Birdən verə Ha, bilmir. birdən verə bilmədik. Birdən verə bilmədik. Gültəki, bura gəl. Gültəki, birdən verə bilmədik. Çıxarıq qız qalasına. Niyə? Ey gözəl, möhtərəm Kaspidəlizi! Ey, eşidirsən? Qəbul elə bizim qoynuna. Atarıq özümüzü qız qalasında. Ay! Atarıq özümüzü dənizə boğulub ölərik. Əgər pulumuzu verməsələr. Aydın, aydın, aydın. Biri vardı, biri yoktu. Biri vardı, biri yoktu. Güzel, yaraşıklı bir kız vardı. Gülteki. Ve bir aydın vardı. Kasıp, başı açık, ayak yalan bir şair. Dostlarıyla beraber sahil boyu gezerdi. Şiirler yazardı, mübahiseler ederdi. Başka hiçbir şey yok idi, hiçbir şey. Günlerin bir gün aydın Gültekin'i görür ve bir könülden bin könüle aşık olur ona. Yüreğini çıkarıp verir ona. Yüreğini çıkarıp verir ona. Yüreğini Gültekin sen. Onun yüreğini götürür ve sıkır onun yüreğini. Son damla kanına kadar sıkır. Sonra onun yüreğini neyinir? Atır. Gültekin, iç mənim qanımı. İç mənim qanımı Gültekin, İç mənim qanımı. İç. Biraz da sənə saxladım. Niyə? Mənim sirrimi biləsən. Aydın. Assalamu aleyküm. Salam qurban, gəl. Sağ ol. Ağa dedi ki zavodu gelsin. Ne oldu? Olmasam güzdesin. Nə oldu baxın? Ha maaş verirler. Nə? Bir dedi. Ha pul da pul. Maaş verirlər, maaş. Bir de biletsiz gelsin. Tezle. Bak gördün. Qurban gözlə. Gözlə bu dəqiqə gəlirəm. Gözlə. Gördün sən nə deyirsən ki? Maaş veriləcək. Mən dedim axı. Yedim bir-iki günə verəcək. Sən hara gedirsən? Necə hara Gəlin, gedirsən? görək ki, sonra da. Bizim idarədə biraz gecikdi, müraciət çatmırsan. Ona görə tez almaq lazım. Aydın, Hə. gələndə çay alarsan, Yaş, alın. gələ ki alma. Sən heç də ala bilmirsən ki. Niyə alamam? Hə, hər şeyi mən özüm alacağım. Onda sen giyin, gel bir yerde gedək. Tez maaşımızı alaq, oradan da biraz gezip geledik. Ha? Gedək. Tez. Sen de diyorsan ki et bunu verə bilməyəcək. Mən hazıram. Mən hazıram. Bax belə. Bircə səni bu qaranlıq məhbəsdən xilas eləyə bilsəydim. Sənin mənim bu çarşabımla nə düşmənçiliyin var, mən bilmirəm. Mənim sənin çarşabınla heç bir düşmənçiliğim yoxdur. Mən sadəcə sənin əynində qara rəng görmək istəmirəm. Biraz paltarım köhnədir, ona görə. Yaxşı, sən belə elə. Mən gedim pul alayım, sən gözləyirsən, mən pul alayım gəlim, bir yerdə gedək. Yaxşı. Bırax da. Get. Qoy gedim maaşı. Get də. Bak yetişərəm maaşı çəkməsin. Get. Qurban dedi tələsmək lazım. Sonra pulsuz qalır. Neyini? Maaş istəmirsən. Gülteki. Gözlə bu dəqiqə maaşımı gəlim, bir yerdə nə lazımsa alarıq. Gözlə Gülteki. Möhlət bəy, xoş gəlmişsiniz. Sağdan birinci qapı. Salam. Aydın indi getdi. Zavodda gözləyəcək sizi. Onsuz qonaq qəbul eləmirsiniz. Yox. Aydın gələr, sonra qəbul edərik sizi. Mənim sözüm Aydına yox sizədir. Mənim Aydından gizli heç bir sözüm, sirrim yoxdur. Nə deyirəm, onda Aydın gələndən sonra mənim gəldiyimi ona deyərsiniz. Verin bura zəhmət olmasın. Ay yox, yox. Verin, gəlin. verin.
nə məsələdir? Deyirəm bəlkə münasib bir yerdə danışaq. Siz burada yaşayırsınız. Ben çok özür istedim. Yani siz burada yemek pişirirsiniz, burada yiyirsiniz, paltar yiyorsunuz, yatırsınız, hamısını burada edirsiniz. Mən necə istəyirəm, elə də yaşayın. Siz nəsə demək istəyirsiniz. Olsa kitap okuyun. Böyle demek istedim. Buraya gelene kadar beynimde o kadar fikirler vardı ki hamısı birdenbire silindi. Hiç bilmirəm neden başlayayım. Ben sizin vaxtınızı çok almayacağım. Bilirsiniz, ben hiç bilmirdim sizle nece görüşüm. Fikirleşirdim ki eğer sizi davet etsem siz gelmeyeceksiniz. İşte size yakınlaşmak bu ümumiyetle düzgün olmazdı. Ona göre de böyle karara geldim ki özüm sizin yanınıza gelim. Elbette belki de benim sizle böyle danışmağa hakkım yoktu. Bunu sizin yad bakışlarınızdan da istəyirəm. Ben sizin atanızla çok yakından tanışdım. Ata evinizde de çok olmuşum. O vaxtdan sizi görüp size heyran olmuştum. Ama size yakınlaşmağa cüret eləmirdim. Ona göre yok ki, ben evliydim, yok. Ona göre ki, hiç kes size layık değildi. Çünkü siz el çatmazsınız. Dövlət bəy, mən sizi xatırlayıram. Amma mən keçmişə qayıtmaq istəyirəm. Mən indiki həyatımdan çox razıyam. Və mən xoşbəxtəm. Ben böyle bir xoşbəxtliyə inanmıram böyle bir xoşbəxtliyə. Çəkmə. Aydın çekmir. Yox. Onda bizim onunla ümumi bir sirrimiz var. Nə sir? Aydın bilməməlidir ki, mən burada olmuşam. Buna baxın, əgər sizin başqa... Sizin Aydın'a doşulu başmağınız, atanızın məşhur çar polkovniki Aslan Bey'in vaxtsız vəfatı hamı kimi mən də sarsıbdı. Ben bilirdim, eşitmiştim ki siz çok pis yaşayırsınız ama onun bu derecede olduğunu ben hiç aklıma da getirebilmirdim. Gültekin, ben itiraf edeyim ki gizlin her vasıtayla size kömək eləməyə çalışırdım. Sizin hiç haberiniz de yoktu. Hiç kes onu işe götürmürdü. Çok sağ olun. Ama ben bu yakınlarda onu işe götürdüm. Çok sağ ol. Onu müdür tayin elədim. Ama buna Biz sizden bakmayarak çok- sizin. Ama buna bakmayarak o sizin kimi kübar bir kadına layık değil. Onunki ancak bak kitap okumaktan başka elinden hiç ne gelmir. Ama sevimli hanımısa çirkap suyu taşıyor. Axı, o neynəməlidir? Ben hakim değilim. Ve varlanmak resepti de bilirəm. Hiç kes mənə bu resepti vermeyip ben her şeyi miskal özüm kazanmışam özüm. Gültekin, dünyada bir qayda qanun var. Başarana baş qurban. Mən nə bilim neynəməlidir. Kişi deyil qoy bir şey fikirləsin də. Belə bir dövrdə, bu şəraitdə, lampa ışığında bu cür yaşamaq mənim hiç ağlıma da sığmır. Hansı insan öz sevdiği insanı bax bu cür yaşamağa məcbur eləyər. Dövlət bəy, sizin 40 otağınız olsa da siz bir otaqda oturursunuz. 200 qızıl qaşığınız qabınız olsa da siz bir qaşıqdan, bir qabdan yemək yeyirsiniz. Mən bunların hamısını görmüşəm. Məni belə şeylərlə təəccübləndirmək olmaz.
Mən sizdən çox üzr istəyirəm. Mən getməyə hazırlaşıram. Bir dəqiqə. Hansı ər öz arvadını bax bu cür cır-cındırda gəzməyə vadar edə bilər? Gültekin, siz mənə düz başa düşmədiniz. Mən var dövlət, daşqaş söhbəti eləmirəm, yox. Siz elə gözəlsiniz ki, sizə alda yaraşar şal da. Mən bilirəm ki, sizin əriniz var, siz necə istəsəz mən onu elə də təmin edərəm. Bəlkə də mənim bu hərəkətlərim dəlilidir Gültekin. Amma sizə rica edirəm. Bütün qəlbimlə rica edirəm ki, məni rədd eləməyin. Bəlkə də mənim son fürsətimdir. Mən sizə layiq olduğunuz həyatı bəxş edəcəm. Ona görə də bir kəlmə. Ya hə, ya da yox. Heç vaxt. Mən ölərəm. Dilənçilik eləyərəm. Fəqət heç vaxt. Necə istəyirsiniz? Amma onu bilin ki, siz həmişə mənim köməyimə arxalana bilərsiniz. Atanızın xatirəsi üçün mən sizi buradan xilas edəcəm. Qurban! Qurban! Bəli ağa. Bəli. Tez telefonu buraya getir. Oldu. Allah bir dəqiqə güzüyün. Burada ekmeği danışacaq bir dəqiqə. Buyurun. Baş maaşımı verin. İndi maaş kime verilir? Yok. Ona maaş verilmesin. Gültekin! Ay Gültekin! Ha, buradayım. Gültekin! Ay canım benim! Harada olmuşsun? Sen de seni gözüyle gördüm gelip çıkmışsan. Devlet Bey de avtomobili vermişti ki alışveriş edip. Ben de fırsatten istifade edelim buraya geldim. Senin yanına. Yaxşıyam sən. Keç içəri. Mən biraz naxışlamışdım ona görə. Niye? Ciddi bir şey var. Yox, keçib gedər. Şükür olsun. Mən... Sandım. Bu dəqiqə. Çay qoymusan? Yok. Lazım değil. Bir iki dakikaya gelmişim. Canım benim. Bayırda maşın gözlüğüyle. Yaxşı. Valla mən də... Buralarına geçerdi. Mən səni evimizə dəvət eləyərdim. Amma biraz evimiz... Öyle değil mi? Canım benim. Bura benim çok hoşuma geldi. Burada her şeyden mehabbet etkilenir. Mehabbet olan yerdeyse hemşe rahatlık var. Bağışla beni. Avtomobilde o kadar gezmişim ki göz gözüm karışık birbirine. Bir güzgü olsaydı bakardım. Ha, bu dəqiqə. Götür. Sağ ol. Bu kilap balaca güzgüdür. Hiç de görmüyor musun? Evet sen Gültekin. Devlet benim için yeki bir güzgü al. Bak bu boyda. Değil. Hansı çarpalkovnik ki Devlet Bey, Aslan Bey özü için getiripmiş. Bilmirəm. Məxsus özü için getiripmiş. Qədimidir. Bilmirəm. Vinçanya'dan getirip Vinçanski neyse bile bir yerde ettilime bile yapmış. Venetsiya. Ay sağ ol Venetsiya. Ne oldu canım benim? Niye yüreğimi sıktı? Ay güzgü göre hiç yüreğimi sıkma. Vallahi elinde yer olsaydı o güzgünü verirdim koyardım. Bilirsin bak yaşlı budur. Dur gidelim bize. Hem güzgünü görersen hem de çay içip dertleşelim. Yox, mən heç yerə getmirəm. Vallahi derslerimi de okumuşam. Hamısını birce danışarım senin için.
Gedək də, nə olur? Dedim ki, getmirəm. Nə olub sənə? Heç. Aydınla dalaşımsın? Ha, yox. Düz nə demək? Yox, yox. Ürəyini sıxma. Həmişə bir-birlərini dərin məhəbbətlə sevən insanların çətinliyi olur. Bax, görürsən, biz heç Dövlət bəylə dalaşmırıq. Çünki heç danışmırıq da. Səhər açılır salam, axşam düşür sağ. Gecən xeyrə qalsın. Hərdən onu gətir, buna var, bunu gətir, ona var. Neysə, belə şeylərə fikir vermə. Neynəmək olar? Biz qadınların qisməti belədir də. Mən düz qismətimlə barışmışam, elə deyil. Bilirsən nə var? Hər halda mən Dövlət bəyin xanımıyam, elə deyil. Yaxşı da, biz bir danış Güldə. Bilirsən nə var? Gültekin, inan mənə. Sənin bütün işlərin düzələcək. Bax, sizin ki, belə gözəl məhəbbətiniz var. Mənim keyfim olmayanlar. Bilirsən neynirəm? Otururam güzgü qabağında. İz gözümə baxıram. Saçlarımı düzəldirim. Sırqalarımı birini çıxarıb o birini taxıram. O birini çıxarıb o birini taxıram. Özüm üçün oynayıram. Keyfim açılır. Sırqa dedin yadıma düşdü. Bir bax, təzə sırqalar almışam. Qəşəngdir. Çox qəşəngdir. Hələ buna bax. Gözəldir. Yadıma düşdü. Bir buna bax. Deyirlər ki, çox qədimidir. Məxsusu mənim üçün gətiriblər. Ha, qəşəngdir. Çox gözəldir. Xoşuna gəldi. Getir, verdim sənə. Onsuz da məndə çoxdur. Ay, yox, nə danışırsan? Mən istəmirəm. Yox, Gültekin. Doğru dinləyirəm, bax. Bir bax, məndə çoxdur, verdim sənə. Dedim ki, istəmirəm. Vallahi ürəkdən deyirəm, götür. Bey xanım, mən sənə söz demək istirdim. Nə söz? Bilirsən, mən daha sizə gəlməyəcəm. Nə danışırsın? Valla, sən özünə başqa bir müəllimə tap. Mən nəyi bilirdimsə, hamısını öyrətmişəm sənə. Başqa bir müəllimə tap, o sənə daha çox şeylər öyrədər. Yox. Nə danışırsan? Mənə başqa müəllim lazım deyil. Nə danışırsan Gültekin? Mənə heç kim lazım deyil. Mən sənə elə öyrəşmişəm ki, sən mənə bir bacım kimisən. Doğru sözümdür. Başa düşdüm. Yəqin pula görə eləyirsən, elə deyilmi? Bilirsən Gültekin, düzünü desək, məndə heç vaxt nəqd pul olmur. Mən nə istəyirəm alıram, Dövlət bəy də sonra öyle deyir. Eyb yox, mən Dövlət bəyə deyirəm ki, sənin pulunu mütləqa çatdırar. Yadda salaram, heç ürəyini sıxma. Canım mənim, sonra giyin. Dur, giyin, gedək. Bir yerdə avtomobildə gezərik, keyfin də açılar. Yaxşı, ben gittim. Gel sen öpüm. Bak yadından çıkmasın ha. Gözlüyürəm seni, mütləqa gel. Yaxşı, sağ ol. Sağ ol. Aydın, mən hazıram, gedim. Dayan, getmir, hələ getmir. Niyə? Maaşı vermədilər. Necə yəni vermədilər? Vermədilər də. Və səhər qurban gəlib demədi ki, tez o tələs zavoduna maaş Və verirlər. sənin yanında dedi ki, mən də tələsdim, getdim zavoda. Növbəm çatmışdı pul almağa. Birdən upravlər şimdi nəsə çağırdılar telefona, gəlib dedi sənə pul düşmür. Dedim, necə mənə pul düşmür? Mən 2 ayda işləmişəm, bax, mənim müqaviləm var axı sizin. Dedi, bilmirəm, sənə pul düşmür. Və sən də durdun gəldin evə. Niyə gəldim? Getdim Dövlət bəyin yanına ki, bu nə məsələ? Bu nə məsələdir? Sən niyə mən hamının pulunu verirlər, mənim pulumu niyə vermirlər? Dedilər Dövlət bəy gəlməyib. İstədim oturam gözləyəm, dedilər gözləməyə lazım deyil, ümumiyyətlə gəlməyəcək. Upravlər şunu məndən çoxdan ədavəti var. Dövlət bəyə xəbər olsaydı onu çoxdan işdən çıxartmış. Mən müqaviləni yadımdan çıxartmışam. Bilmirəm hardadır. Sən bilmirsən müqaviləni hara qoymuşam. Gültaş. Gültaş, nə oldu sana? Hə? Dayan görüm, dayan. Nə oldu? Pula görə belə edirsən? Yaxşı, bəsdir. Anlaşılmazlıq olub. Bu problem şunun, məndən ədavəti var. Dövlət bəyin xəbəri yoxdur. Xəbər olsa mənim maaşımı verəcəklər. Sən narahat olma. Yaxşı, bəsdir, belə elə. Sən belə eləyəndə mən az qararam özümü öldürəm, çünki fikirləşirəm. Bircə səni də xoşbəxt eləyə bilməmişim. Yaxşı, bəsdir. Və səhər kim idi deyən, mən sənin yanında heç nədən qorxmuram. Yaxşı, gülümsün. Aydın, mən təkcə səninəm, Aydın. Mən təkcə səninəm. Ey. Əlbəttə mənimsən, əlbəttə. Nə oldu sən? Yaxşı. Belə eləmə, keyfini pozma. Hər şey qaydasındadır. Müqavilə yadımdan çıxıb, bilmir, səhər mən göstərdim sahibə, sonra bilmirəm.
Hara qoydum, yadımdan çıxdı. Mən müqaviləni aparıb verim, maaşımı alacam sən. Ben kitabın arasında görmüştüm o. Ha, buradadır, buna bax. Səhər deyirəm, bax, göstərdim sahibi. İndi mən bunu aparım verim, sonra hər şey bədəsinə bax. Aydın bir dakika. Bilirsən, benim sana sözüm var. Gel otur, bilirsən. Dön görüm, sən nəsə yaxşı deyil. Sən gözlə məni. Mən gedim tez çıxıb gedə bilər birdən. Zavod bağlanar. Maaşımı alım gələm, sonra hər şey danışarsın. Gözlə bu dəqiqə gəlir. Gözlə məni, bir təkin. Salam xanım. Sana Ne oldu pul? ne? Ben Aydın'la tezden bu böyle danışmışam. Yani o size... Aydın, başa düştüm. Hiç olmasa biraz yer yığış eləyərdiniz. Müşterilerim geldi. Kapıda beni gözləyirlər. Bir dakika. Bircə dəqiqə kesin çaresiz Allah. Ne danışırsınız? Aydın indi maaşını alacaq. Ben dövlət bəyin arvadına dərs demişəm. Valla pulunuzu verəcəyik. Bayxanım. İnanın ki, Siz məni axmaq yerinə qoymusunuz. Allah eləməsin onu. Bakın ben tezden Dövlət Bey kimi adamı bu tezden bu kapıdan çıxan görmüşəm. İndi deyəcəksiniz ki pulumuz yoxdur. Əlbəttə, pulu hardan tapaq? Ben başa düşürəm. Sizin təmin şərəfli ailəniz var. Axı mənim də ailəm var. Mənim də bağlarım var. Bir də ki sizin bu düzgünlüğünüzlə mən bağlarımı doydura bilmirəm. Məni başa düşün. Hələ mən bayaq Aydın'a bu haqda heç də demədim. Dünən axşam bakkal birisiz mənə nə deyir? Yox, nə olub ki? Hardan biləsiz? Bakkal mənə deyir ki Aydın 2 aydır, nisyə çörüyü alır 2 ay. Özdə pulunu verməsə, sabahdan ona bir tikə də çörək verməyəcəm. Yaxşı xanım, eğer o bakkal sizə bir tikə çörək qıymırsa, mən axmağam. Hə, görünür mən axmağam. Mən axmağam ki, bax, bu boyda otağı sizə havayı vermişəm. Heç insafdandır ki, pulsuz, parasız, bizi çöl atasınız. Heç insafdandır. Ay xanım, bilmirəm. Bax, bilmirəm, necə istəyirsiniz, elə də yoluna qoyun. Mənim müştərilərim bu axşam gələcək. Vəssalam. Bu akşam pul sizde olacak. Yaxşı xanım, axşamı da gözləyərik. Geliyorum. Danışıyorum o. Mesele neler olur? Ahami sahamı 500 kızla satırek. Ne danışıyorsun ha? 500 kızı. Oo. Değil, laf havayıdır. Neft yatan olan sahadı, fantan vuracak. Ama ne bileyim vuracak ya vurmayacak ha? Elə belə torpaq sahası kimi çox bahadır. Neft yatağı kimisə ucuz. Ha heç bilmirəm götürüm ya götürməyim. Bəs mütəxəssislər nə deyir? Deyirlər qazmaq lazımdır, belə bilmək olur. Ha kişi, eğer orada neft varsa hansı akma oranı satar? Satar milyona satar, milyona. Heç bilmirəm neyini Ha yiyəm. kişi götür. Özünde olmasan övladların xeyir götürər. Günü gündən torpağın qiyməti bağlaşır. Al oxu. Hə, bu nədir mənə verirsən ay kişi? Mən oxuya bilirəm. Mənimki ancaq bu deyir. Ay kişi, pulları yastığın altında saklamaqdan bir şey çıkmaz. Bu axmaqlıq, axmaqlıq. Haqlısan Dövlət bəy, haqlısan. Bağışlayın. Dövlət bəy, bir xanım gəlib sizi gülmək istəyir. Kimdir? Tanıyamadım Can üzü bağlı idi. Yaxşı, çağır gəlsin. Oy xötəkə. Yanına gələn var deyəsən ha? Yaxşı, yaxşı. Yaxşı sağ ol. Məsləhətə görə çox sağ ol, Sağ ol. görüşərik. Nə vaxt istəsən gələ Yaxşı, bilərsən. ha, bu nədir verdin mənə kişi? Həmən deyirəm. Mənimki bu deyir. Gültekin, Bana pul lazım.
Sen kimse bastırmışsın. Hə, bastırmış. Kimi? Özünü. Sen özünü bastırmışsan. Ama indi yok. O aydına koşulup kaçtığın vaxtdan özünü bastırmışsan. O çirkin, miskin hayatta boğulduğun vaxtdan özünü bastırmışsan. Mənsə bir vaxtlar layık olduğun, yaşadığın hayat sana qaytarmaq istəyirdim. Mən keçmişə qayıtmaq istəmirəm. Mənim indiki həyatım aydın. Aydın. Bilmirəm ki, aydına ne var ki senin özüne ve ben deyip. Bilmirəm. Onunla keçən hər dəqiqədə, hər anda, hər saniyədə mən əsl həyatı hiss edirəm. Gültekin. Saçlar, gözler, bu eller indi mənə məxsusdur. Biz bir yerde tamıq, bütövük, bax əsl məhəbbət budur Gültekin. Yox. Aydın səhər mənə bir şey dedi. Bir damın altında yaşamaq kifayət deyil. Dərk edib duyasan budur məhəbbət. O kəs ki uzaqlardadır, yanında deyil. Daim onu düşünməkdir məhəbbət. Gedirsən git, qalırsan qal. Ama onu bil ki, mən səni çox sevirəm. Gültekin, mən səni zordan saxlaya bilmərəm. Axı mən necə yiyim ki, sən mənim bax bu ürəyini görəsən. Bax, bu neft mədənləri, neft kuyuları, bu var dövlət, hamısı sənin olsun ki, təki sən mənə inanasan Gültekin. Mənə heç kimin səxavəti lazım deyil. Mən gedirəm. Başımın çarəsini qılaram. Gedirsən get. Ama onu bil ki, sensiz bu hayat benim için geçti. Aydınsız da həyat mənim üçün heçdir. Dövlət bəy, siz mənə söz verdiniz. Bu bizim son görüşümüzdür. Salam Aydın. Salam. Səhərdən bəri sizi gözləyirəm. Sizə deyiləcək bir neçə kəlmə sözüm var. Amma xahiş edirəm, Dövlət bəy bilməsin. Yoxsa məni öldürər. Elbette hanım, elbette. Buyurun kesin. Buyurun hanım, mənə sözünüz var. Aydın, mənə kömək edin. Mən sizə nə kömək edə bilərəm xanım? Mən milyonçu deyiləm. Aydın, mən zarafat eləmirəm. Həm mənə kömək edin, həm də özünüzə. Arvadınıza öğüt verin. Sən nə danışırsan? Sən də mənim kimi necə də axmaqsın. Məyər sən bilmirsən ki, sənin arvadın Gültekin Dövlət bəy olur. Bizim evdə hər kəs bu barədə danışır. Sən deyəsən dəli olmuşsun. Ben dəli olmuşam. Çünkü mən də səni kimi inanmırdım. Ah, mənə bir bacı kimiydi. Heç nəyim ondan əsir gəlmirdim. Gör mənə qarşı necə nankör çıxdı. Mən onu evimə bıraktım. O isə, indi bilirsən Dövlət mənə nə deyir? Deyir, yığışdır uşaqlarımı da, əşyalarımı da. Get kəndə, orada yaşa. Axı niyə? Niyə ki? Belə də haqsızlıq olar. Aydın, mən indi kəndə, tək-tənha, o körpə balalarımla ərsiz necə yaşayayım? Xanım, əgər dövlət sizi evdən qovursa, bunun mənə və Gültekinə heç bir dəxli yoxdur. Dəxli var! Dövlət, Gültekini görə gündən dəli olur. Gözü heç nəyi görmür. Heç mənidir. Elə bil mən bunun içində aşam, divaram.
görmüsən? Dövlətdə Gültekin'i bir yerdə görmüsən? Görmüsən? Yok. Ben görmemişim. Ama başkaları görüp. Görüpler. Hiç ümmetesine gizletmedi. Yoksa beni kendine niye gönderir? Aydın bir düşün. Gönderir ki burada kalıp bunlara mani olmuyor. Gözümü aç yaşlı bak Aydın. Aydın. Ah ben o Gültekin'e ne inemiştim? Yaşlılıktan başka ne inemiştim? Aydın. Bana kömeğine. Ne olur. Yalvarırım. Babalarım hatırını bana kömeğine. Mən milyonçu deyiləm, xanım. Milyonçu. Ah sen kişisin. Bir şey fikirler. Mən bilmirəm. Ben bilirim. Aydın. Sen yaxşı olarsın. Kasıb olsan da çok mərd olursun. Al bunu. Utanma götür. Götür bunları da. Al. Al bak bunları da. Neyim var veririm. Sana ne kadar istesem. Senin için pul gönderirim. 500, 5000. Götür buradan. Gültekin'i git uzaklara. Yoksa burada kalsız bir yavru olarsın. Gidin uzaklarda özünüze yeni bir hayat kurun. Hoşbak muhabbetinizle yaşayın. Her şeyi unutun. Demək istəyirsiniz. Bütün dediklərinizi pulla almaq olar. Ben bilmirəm. Ne yağmak olar, neyi satmak. Ama ben bilirim ki hiç vakit yuvamın dağılmasına imkan vermeden. Sen de kişisense koru ailevi, koru namusunu. Yoksa kardeşimi yaxşı tanırsan da bilse vay be. İkimizi de bir kara gülleye düşecek. Gedin xanım, gedin. Gedin qardaşınıza deyin qoy birinci. Mən öldürsün. Gedin xanım, gedin. Gel bana. Gel. Diyelim Dünen seni. Kütürde görmedi. Hı? Getmemiştim. Niye? Güvebilmişler. Dünün eli uzuzmamıştım ki bir doğru gider. Söz vermişim. Bir de cırdır da filandı. Bir de elle yerlere getireyim. Yaxşı bəs hansı ata pul koymuştun? İki favorit at var arada. Yok adları neydi, adları neydi ha? Ayak tevekkül, Ha? bir de ümit kabus. Ha? Mənə emin elədilər ki, pulları koygunla ayak tevekküle. Güya ümit kabusu kat zayıftı. Xəstəlikdən təzə durur. Mən də bütün pulları koydum, ayak tevekküle uduzdu. Yaxşı bəs prizi hansı at götürdün? Ne diyeyim ona? Ha? Tanınmayan bir aha. Adı da Hoşkadem. Hoş kadem ha! Mənə bax dostum. Her şey senin səhvin var O nəticəsi mənim olmayan oyunlar bizi kimi sadələ baxmaqlar üçündür. Onlar söz qazanışlarını hələ yarış başlamazdan əvvəl hesablayırlar ki. Yaxşı dünən necə oldu? Dünən nə oldu? Sənin canın üçün. Mənim bir nəfərlə görüşüm vardı, mən tez geldim. Əvəzimə də can kişi pul koymuştu. 5-10 saat olduğunu da bilmirdim. Sonra Zeyvrub dedi ki bizim madya ikinci yeri getirip pulum 3 kat artı ben 3 kat. Bana bak, gör ne diyorum. Hiç vaxt ata pul koyma. Adamlara pul koy. O oyunu idare eden adam var ha. Pulları kabul eden adam. Ona pul koy. Yaxşı.
Gel gedək Merkuri'də. Sənin bu ağıllı başını yaxşı yürüyək. Gel. Dur işe. Gedək. Gedek beynimi biraz dezenfeksiya edek. Gel ay gel. Hoş geldin. Bana görme diyor. Hiç bak ata pul koyma. Adamlara pul koyduruyorsun. Aç şu pulun var adamsa. Pulun yok. Hiç ne. Aydın. Elindeki şişe nedir? Sen ki içen değilsin. Ha, şan değilim ama gördüm içmeseydim deli olurdu. Ne olur ki? Böyük hanım bize gelmişti. Niye gelmişti bu hanım? Belki daha ona göstermedi. Doğrudan da ona kasıp Aydın'dan ne lazımıydı? Hey, sen bilmirsin. Hey, danışsın. Sen bilirsin bu niye gelmişti. Aydın sen indi içmisən. Biz sonra da... Hele o kadar içmemişim. Başa düşmezsin ağlım kifayet eləyər. Değilsen bilirsen o niye gelmiş. Danış. Aydın ben bilmirəm sen məndən ne... Hakikat! Yalnız hakikat! Görəsən hansı şair yazmış? En temiz muhabbet hemşe bedbaht olur. Ben fikirləşirdim. Ben fikirləşirdim bakın niye? En temiz muhabbet bedbaht olmalıdır. Niye? İnanmırdım. İnanmırdım Gültekin. İndi inanın. Hey! İnanın. De. Danış. Ben senin hayatından da... Ben de seni hayatımdan da artık seviyorum. Ama bana yalanlar üstünde bilsem. Bilsem sen bana hayalet edirsen bir saniye. Senden bir yerde kalabilmem. Danış. Danış sen bilirsen danış. Büyük hanım niye gelmişti danış. Yanlış.
senden de öyle mi? Surkay eğer bacarırsansa kömək elə mən daha bacarım. Gültekin. Ne olur? Demeye dilimde gelmiş. Eşite görün ne olur? O Devlet Bey'le olur. Giz danışırsan. Nasıl değil mi o? Yok Devlet Bey'in arvadı. Büyük hanım benim yanıma gelmişti. Her şey danıştı. İtiraf elədim, məzəmmət elədi məni. Mənə hədə qorxu gəldi. Mən ona inandım. Mən ona inandım. Surkay, mən heç vaxt inanmamışam ki Gültekin mənim yanımdadır. Mən bəzən yatmağa da qorxurdum. Yuxudan aylarım onun yanımda görünür. Yaxşı deyiblər, nədən çox qorxursan, o da başını yer. Başına düşe bilmirəm. Kim kimi korkudur? Neden? Sen bana kulak asmışsın, ben değilim. Bırak onu. Başa düştünüz Gültekin. Devlet Bey olmadı. Geldi bana her şey danıştı. Dedi Devlet Bey deyip neyin varsa hamısı onundu. Zavutların, fabriklerin. Gültekin ne değil? Gültekin hiçbir söz demiş. Gültekin su. Yok, neyse. Demeyi istedim ama kulak asmağa gücüm çatmadı. Surkay, məhəbbət mənlik deyil. Məhəbbət ürəyə daşıranlar üçün. Mənim ürəyimin deyil, ağrıyır elə bir kim sonra dışarı batır, onu orada fırır. Senin gözün çıka bak. Senin özüne yazığın gelmiş. O benim size yazığım gelmiş. Sen kime inanırsın? Senden ötürü canından geçene, atasını anasını senin ayaklarının altına atana, yoksa o başlarının eşya, dükkanları gezene. Ona öyle geldi ki, Devlet Bey kimse onun elinden alacak. Ama Gültekin kimleri yok. O düzde kalmışlar. Kamera, restoran kızları. İnanmadık. Haydi. İnanmadık. Gültekin sensin. Belki sevirdi. Belki kesmiş, xoşbəxt günlərinə qayıtmaq istəyir. Belki benim kasırlığımdan yorulub, bezib. Haydi, belki de beziyim ama benzseydi gidip yaşayırdı Devlet Bey'den. Niye yaşamadı? Şu demirsen ki anladı doğum, laf yaxşı. Gültekin gelip yaşayardı, gelip kalardı onu. Ay yazdı. Onun sana saf temiz məhəbbətindən başka nəsə bir borcu var. O senden kalıyor. Əlbəttə mənlə Yani qalır. sen de geceliğin değil de. Ağlın çaşır, əlbəttə mənlə gecəliyir. Ay bedbah. Kürdün ellerini sen uzayları dağıdırsan. Sen kime inanırsan? Sonra Kim? Surkay, mən başımı itirmişəm Surkay, mən indi neyniyim? Bilmiyorum. Surkay, Bilmirəm ne yemeye lazım değil. Surkay. Bilirəm o seni bağışlayacaq ama ben onun yerine olsaydım sen kimleri bağışlamazdın? Buraya. Alıp resim alırsın. Ondan sonra. Burada alırsan götürüp gidip gül alıp ondan üzr istəyirsən. İşte. Yaxşı. Sen git, mən gəlir. Sen Gözləyirsən. git. Git. Ha Oğuz Bey. Gel canım gel. Balafan da büyük gelir. Hoş geldin. Bu da özü. Aşk olsun. Aşk olsun. Aşk olsun. Hoş geldin. Ha ne oldu ha? Ey. Başa sana bilmedim seni de. Hiç başa düşmüşsün sen. Nefretsin ha. Sağ ol. Nasıl gel. Gel oğlum ha. Balaka. Ama yediğim neden ha? Яблочко. Ne bakmazlar böyle yablочко ya. Dermana tamam mı? Noruz Bey. Bir cuhud hekim var. Gitmiştim yanına. Cindir. Ama bakıp deyir ki Dövlet Bey. Bana bakıp deyir ki sende şeker var. Sende taş var. Sende tuz var. Deyirəm sen ama yaxşı bak. Belki benden de öyle tapasan. Deyir çok yeme. Yablочко
yablışkayı. Hemen de yiyeyim de bu yablışkalardan yavaş yavaş. Sen gene başka hekmedeydin. Ha. Belki bu hekim sana bu yabluçkadan yok. Başka yabluçkalardan. Yürü ya bu. Mənə bax, baladan. Ha. Ha, deyirlər belə axır vaxtlar özü belə bir təhər aparırsan. O pul dövləyən neçə dəfə qaldı? Ha sen Allah. Boş boş danışma. İşim gücüm ziyanlarını hesaplamak. Ziyanlarını Sen çox sevirsən də. Mənə bax. Ha söyle. Söyle sen. Zəif damar. Ha daha elədir. Pul hesabı seviyor da. Hesaplamasan bilmezsen ne kadar itirdin, ne kadar kazandın. Yəni sənin kimi pullu bir adama bir o qədər vacibdir ki, nə qədər itirdin, nə qədər qazandın. Nuri Bey, mesele pulda değil. Ha, qas nədədir? Mesele lezzettedir. Oh! Tulları saymakta. Ha başa düşürsen ki tullar gelir, gelir paska paska. Dünen bir mart idi, bugün 2 oldu. Sabah fena. Geç. Sabah 6 olacak. İnandırım sizi ki bu dünyada en böyle lezzet, en böyle lezzet. Pul saymak diye, pul saymak. Deyirlər ki, Özbek cariyə bir gəmi götürmüşsən. Özü də orada. Hala da yaş. Hala bəs gerek. Deyirəm, millət də bizim haqqımızda hər nə gəldi danışırlar da. Daha demirlər bizim gecemiz gündüzümüz milletin dərdini çəkməkdir. Ha cəfəngiyyət danışma. Mən adamları belə elə salmaram, məni tanımırsan məyər? Hadi yaxşı görüm ha. Dövlət bəyin canlı sanatı var. Qurban! Eğer iki kəlmətsə qoy gəlsin. Bu de millət. Yaxşı gedək, gedək kişinin qonağı var deyəsən. Dövlət bəy, sən mənim canım bir bu yablışkanın dadına bax da. Dövlət Bir bəy, də görüşək. Öz malı kimi. Ya yablışka ya. Bu kim da? Xudafiz. Hay Salali. Deyirəm bu millət düzələn şey ediyor sənin canın üçün. Dünya məhbərindən çıxacaq ama bizim millət düzəlməz. Gedək kişi gedək. Ged. Ha hara qaldı? Eğer iki kəlmətsə eşidirəm. Bəli, 2 kəlmədir. Gültəkindən əl çəkin. Əvvəla siz özünüzü təqdim edin. Dayanın. Deyəsən mən sizi tanıdım. Siz mənim Balaxanı neft mədənində texnik işləyirsiniz. Qəribədir. Tanıdınız məni. Qəribə bu deyil cavan oğlan. Qəribə odur ki, siz mənlə bu tərzdə danışmağa cürət edirsiniz. Məyər sizə öyrətməyiblər böyük kişi məsələsini? Mən heç bir Gültəkin tanımıram. Bu düz deyil. Mən heç sizin adınızı da bilmirəm. Adım Surxaydı. Deməli belə Surxay. Mən həyatımın bəzi məqamlarını sənlə bölüşməyə həvəsim yoxdur. Mən bayaq dedim, yenə də təkrar edirəm, heç bir Gültəkin tanımıram. Və nəzərinizə bir də onu çatdırıram ki, cavan olur. Hər bir əxlaqlı, namuslu kişi mənim yerimdə olsaydı, məhz eyni sözləri sizə deyərdim. Bəy, maşın azadır, gedə bilərik. Gördünüz? Mən tələsirəm. Hələlik, sağ olun. Qulaq asın. Dövlət bəy, sizin her şeyiniz var. Şehrinden güzel yerlerde evleriniz var. Bütün sahil boyunu götürmüşsünüz. Şehrin hasta kızları sizin 50. 60. arvadınız olabilirdi. Artık siz ne istiyorsunuz? Elə bilmin ki, ben sizi məzəmmət edirəm, yox. Əksinə mən sizə daha da var dövlət arzusuyla güreğiniz için her bir şey alabilirsiniz. Ancak bir şeyinizi saklayın. Hansı ki onu pulla almam mümkün değil. Aydın istedatlı şahidi. Oyna bile. Eğer ölse sizin bütün günahlarınız Allah karşısında ettiğiniz günahlar yürümeyecek. Var dövlət sərvət adam öldürmür cavan oğlan. Bak yoksulluk adam öldürür. Siz cavan oğlan, bugün gül plaşta, bu cırıq şarfta soyğun qabağında əsirsiniz. Alın bu pulu,
Gedin özünüze isti bir geyim alın bak. Esil hayat felsefesi budur. Bana sizin pulunuz lazım değil. Götürün pulunuzu. Siz bu pullarla istediğiniz her bir eğlence edebilirsiniz. Her şey isteyersiniz. Ancak onların esil hayatın mənası da olur. Çok maraqlı düşünce tərziniz var. Demek ben sevebilmem ha? Eğer benim pulum varsa ben sevebilmem. Sevgi, məhəbbət yalnız yoksulların, kasıbların qismətidir. Benim qismətimsə yalnız yüngül, əxlaqsız kadınlar. Axı siz, cavanlar, siz ne bilirsiniz sevgi nedir? Sevgi o demekti ki, öz sevdiği insanı, o miskin, o çirkin şəraitdə yaşatmağa mecbur eləməkdir. Budur məhəbbət. Belki de. Eğer onlar xoşbəxtlərsə, eğer bunlar için hoşdursa, deməli onların esil hayatıdır. Devlet Bey onların hayatına mani olmuyor. Axı biri var pulla alınan məhəbbət. Biri var esil məhəbbət. Axı bunlar tamam başka şeylerdir. Axı bu zəhrimara kalmış puldan da başka nelerse var. Yoktur! Puldan başka hiç ne yoktu. Her şey yalan, uydurmadı. Bu da puldu, bu da puldu, bak bu da puldu. Hatta bu cırık eski parçası da puldu. Az puldu ama puldu. Ona göre de pulun her karısına hürmet elemeyi lazımdır. Bir insan diğerinden yalnız milliyeti, dini, ahlakı, tahsiliyle yok. Yalnız ve yalnız puluyla farklanır. Siz cavan oğlan, hiç bilirsiniz sevgiye ne kadar pul lazımdır? Siz bunu təsəvvür edirsiniz? Elbette yok. Çünkü siz her şeyi havayı almağa öğreşmişsiniz. Havayı ise hiç ne olmur. Kurban! Oradan başını işe sal. Oldu. Bir de karşıma çıkmağa cüret eleme. Dövlət bəy, siz niye gelmişsiniz? Siz ki bana söz vermiştiniz. Söz vermiştiniz ki biz bir daha görüşmeyecek. Niye gelmişsiniz? Söz vermiştim. Sözümün üstünde düz 3 gündür ki dayanmışam. Ben daha sizsiz döze bilmirəm Gültekin. Gültekin. O gözleri, o dudakları, o yastığın üstüne tökülen o saçları onu da bilmirəm. Gültekin. Ben hatta yastığın üzünü belə değişmeyi qadağan eləmişəm. Çünkü oradan sizin saçlarınızın ətri gelir Gültekin. Ben indi de inanmıram ki sizle danışıram, size dokunuram Gültekin. Siz bilirsiniz ki aramızda baş verenlerin sevgiye aidiyyəti yoktur. Bunlar hamısı ehtiyac üstünden baş vermiştir. Ben hiç vaxt sizi sevmemişim. Gültekin, sen özün de bilirsen ki bu düz değil. Biz bir yerde olanda... Biz hiç vaxt bir yerde olmamışız. Yalan değilsin! Biz bir yerde olmuşuk. Gültekin, ben seni hiç kese vermem. Sen benimsen Gültekin, benimsen Gültekin. Sen indi benimsen.
özü mənim üçün axında olacaq ha. Mənə limonad. Bax, buna limonat gətir. Limonat. O özü kimi zərif içkilər içir. Zaramızın Nuriz bəy. Belə yollaşdıq olmaz ha. Stəkanın yoxdur. Mən özümə likör tapşırmışım. Nə? Likör. Yoxdur limonat. Zaramızdır, sən də Allah belə xanım içkisi içirsən ha. Ana baxan. Bağışla. Məhəbbətdən deyirəm, payın cənnətdə. Diqqət. Aha. Ha, gətir. Gətir ha. Diqqət. Aha. Görün analar necə onlar da olur. Gel görün. Sür. Sür. Hələlik. Mən getdim. Yaxşıyam. Necə? Likör nədir? Likör. Gələ bax. Sən kırmızı gözdən danış, kırmızı göz. Ab-ı köksərdir. Ab-ı köksər. Deyir, badəni alma ələ. Ölürəm şeir mənim zəif yerim deyil. Zəif yerim. Yaxşı. Sizin canınız üçün. Ürək, Bu ürək. şeir olan məhəbbətimdən, şeir olan sevgimdən. Bunu bax. Bu ne? 2 tane kitabım çapdan çıxıb. Sağ. Bunu bax. Bax. Əla. Balaxanın fəlsəfi şeirləri. Budur. Sən yazmışsan. Qorun bəy, sən mənim canım götür. Boş vaxtında olanda bir vərəqləyərsən, gör nələr var ha. Balaxan. Filosofiya. Ay balaxan. Hə. Niyə demirsən sənə kim kömək eləyib? Nə kömək ha? Kömək nədir ha? Əsas bu diye. Birini qulaqlayırsan, haqq hesab eləyirsən, şeir olur sənin. Yox birinə. Mənə bax. Can, Biz səni bura nəyə getmişik? şördü mü? De də. Deyim də. De görək. De, bu nədir? Badə. De görək. Badə. Badə. Ötür elə görür. Cəhd elə mümkün ikən badeyi nab alma ələ. Elə ki aldın ələ, heç yerə qoymalı deyil. Heç yerə qoymalı deyil. Sonra davamı. Ləminə oxşadığı üçün meyyə meylətdi könül, yoxsa bu qan çanağı heç ələ almalı deyil. Almalı deyil. Sağ ol Mircə Cavad. Sağ ol Mircə Cavad, sağ ol. Haydi. Niye içmirsən? İşte. İç. Balaxanın da keflənirkən başqa bir aləmi olur. Dünya gözüne görünmür. İnsan gerek bu dünyanı keyif içinde geçirsin. Akı bir de biz bu dünyaya gelmeyeceğiz. Qəm yemə kişi. Mənə bax bacıoğlu. Can. Sən məni hələ yaxşı tanımırsan. Mənə də. Amma Dövlət bəy, Noruz bəy məni əla tanıyırlar. Axır ki bu dünyada dost tən gərək. Gərək. Noruz bəy götür. Gərək yoldaşın yolunda hər bir şeydən keçsin. Yoxsa bu dünya belə gəldi, belə getdi. Mənim heç qulağıma girməz. Sizin canınız üçün. Sırağa gün Merkuri'də. Gəmidə? Yox, göydə. Gəmin deyirəm də. O müğənniləri bir çıxardıram səhniyə. Hamısını oxuduram. Biri çıxır, biri düşür. Biri çıxır, biri düşür. Səpirəm əşkinazları. Toyuq dənləyən kimi dənləyirlər bədbəxtlər.
eski nazları götürmek isteyende az kaldılar denize üstünde. Ha bunu görürsen ki. Ha bunu. Ha bu öyle bir şeydi ki her vakit hazırdı. Yaxşı Pul adam. verdin senindi. Yaxşı. Balaxan, Ha. bu şeylə şagirddir. Hey. Ha ben şagirdim o müəllim diye. Bey! Deməzsən ki, aldatdım. Bu. Az əlbəttə. Hansı kız isteyirsiniz? Ben sizin için lap tovuz kuşu kimi dayandırım. Yaxşı Durmazsın adam. ayız. Yesin! Hah, benim devletten gördür bu ne değil? Ha, inanmırsan? Bəs, İnanmırsan? yox. Emerci eləyək. Gel diye. Gel, devlet bekar. Ses. Kes, al. Oh. İndi ben bir şey eləyim ki, o olsun benim. Eli gör. Görərsən. Ay kız, pulu görürsen ki, ha pul! Ha pul! Ha. Aşağı. Gördün ha? Saya bilmirsən? Neçənci sinifdə oxuyursan? 7-də! Aha dayan görüm ha. Bunun derdi başkadır. Dayan görüm ha ki, dayan. Bu da, demeli bu bir, bu da iki. Hı? Üçüncü sınıf. Dördüncü sınıf. Beşinci sınıf. Balaxan! Altıncı sınıf. Yedinci sınıf. Ay kız atestat. Dayanarsan. Ulu babam da dayanar. Geç. Balaxan, elə mən özüm də gəlirəm. Dur. Balakan bunu diyor ki, bütün dünya altın üstünde kurulmuştur. Ayşe! Devlet Bey, sen neyin derdin çekirsen ha? Gel gidek ye, keyif edek. Dur, bütün dünya altın üstünde kurulmuştur. Sen düz değilsen. Ama benim acı hayat tecrübem değil ki pul her şeyi hallelemez. İlahi, ben bir kadını sevirdim. İlahi, ben onu nece sevirdim. Ama hiç ne alınmadı. Hiç. Yani nerede olup ona göre. Yok. Bilirsen biz böyle görmüşük. Eğer kadını giyindirirsense, onu brillianta, kızıla gərq eləyirsense o senin. Tepeden dırnağa kadar senin. Elbette. Hele de olmalı. Yok. Yok öyle değil. Təsəvvür edirsən, ben onun için neler eləmədim. Derden qabaqdan çıxdım ki o mənim olsun. Bilirsən, kadının bedenini bak pulla elde eləmək olar. Ama onun ruhu, kalbi senden o kadar uzak olacak ki hatta etraftaki kepeneyleri tutmak belasan olacak. Belki onun ruhunu elde eləmək. Ha Devlet Bey. Kadının ruhu, yüreği de eyvah lazım değil. Kadında esas bedendir, beden. Ben de elə fikirləşirdim. Ama öyle değil. O benim bütün fikirlerimi, bütün benim düşüncelerimi alt üst elədi. İnanırsan. Bir defa da olsun. Bir defa da olsun. O benim gözlerimin içine bak. Ben onun gözlerini görmedim. Süfre arkasında oturanda boş kaba bakırdı. Kapıda karşılaşanda ayağının altına bakırdı. Bir şey soruşanda etrafa bakırdı. İnanırsan. Bir defa da olsun benim adımı diline getirmedi. Ama ben onun o güzel bakışlarına, dünyada en güzel bakışlarına her şeyi, varımı, yokumu, dövletimi verirdim. Tek onun bedeni yok. Onun kalbi, ruhu, düşüncesi, gözyaşları, gülüşü benim olsun. Biz o kadının nerededir? Bu kadın Senin nedir? dedim,
Birlikte yaşamak hem onun için hem benim için çok azaplı. O indi məktəbdə işləyir, müəllimə işləyir. Əlbəttə mən ona kömək eləməyə çalışırım. Gel! 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 Ay cennet cücesi! Gel! Bak! Gör bunlara bakın! Doğru da olmaz! 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 Aho! Buralar cəmiyyətin 7-ci təbəqəsidir ki, ali mənsəb evliyalar, qarşılarında bu Kövsər, qucaqlarında hur mələk, daha bu dünyada insana nə lazımdır? Yoxsa mənim kimi dərvişlər ağam, göydə yerimiz olmadığı kimi, yerdə də heç kimə lazımdır. Bu kimdir böyle? Ha kimsen ha? Ha? Restoranın pornusa? Bu bitti de restoran povru olan. Bu görkemine bir bakın. İndiki kafe restoranların mətbəxlərində bundan da beterleri işləyir. Ha sana da bas göre güvendiğini bulandırma her şimdi. Bana bak. Gel Şükret buradan. Çek bozma. Gel. Bilirdim ki, belə cənnət olmayacaq mənə qismət. Gedirəm ağalar, gedirəm. Mən çoxdan mələk bildiyim insanlardan əlimi üzmüşəm. İndi rədd olub gedirəm. Amma görürəm arağınız artıq qalıb, içilmir. Mənə də bir 50 qram sizin kimi ali mənsəb insanların sağlığına içim. Axı cənnətə ayaq basanı boş geri qaytarmazlar. 50 nedir? 150 nedir? 200'den danış. 400'den danış. Belki seninle rumka tokuşturak ha? Bir gel güzgüye bak gör ne gündesen sen. Mən mələklərə inanmadığım kimi güzgülərə də inanmıram. Ben bezdim de. Ayşe! Et tutun kulağından atçalı. Ne de lan? Baş beynimizi apardı. Yardım olub gedirəm. Baho, baho! Cənnətin əcinələri də varmış. Ha bir dayan ha. Dayan görme. Dayan. Balahan ne lan ne balahan? Ya. Emin ol. Gel. Yakın gel. Öyle Yakın getir gel. ha. Diyesen akı ben bu baştan harabi tanıyorum. Ha. Bir iki defa kebapxanalarda çıkıp kabağıma antika meze danışmağı var. Benim canım için. Al. Al. Gel. Çok etti. Ha. Susanla. Susanla. Olmaz. Olmaz. Sana da bir kulak asın. Lan meze danışmağı var ha. 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 Yanımda ibadədə izlər şirin canan dodağından. Üzür valə, gözü nərgiz, zərif xəndan dodağından. Sen! Ah, sen! Ah, size dedim halahlini. Ha? Bir söze var. Şair böyle olur ha. Ya. Benim konuşmam. Söylerim da. Ama heyif ki bu şirin cana senlik değil. Elədir ağam, elədir. O şirin cananlar gərək sizin kimi şiir-i pələklərin nəsibi olur. Hop. Ceyrana sahib düzdür, pələklə şiir olub, mən təki donquzun axır nəsibi kəndir olur. Bak burasını düzləyirsən. Senin de ahırın kendir olacaktı. Necə ki donuzu qabanı kendirden asıp dərisini soyurlar, senin de dərini soyacaklar. O əcdadın nizami kimi. Bilən də. Nizaminin dərsini soyublar. Bəs kimin dərsini soyublar? Səndinə mən də bilib, hə? Füzulinin. Bakma. Daha şehir laf yazma ya. Yerdi. Sen de derin soyanma. Sorsunlar ben hazır. Bir dəqiqə deyən görür. Doğrudan o dərsini soyublar. O yazıq da öyrənər axı. Sizin üçün nə dəxli var? Kimin dərsini soyublar? Əsas odur ki, siz o dərsi soymuşun xələfini bir qədər şəraba qonaq elə. Yaxşı gel. Onu cənnətdən boş geri qaytarma. Gel. Gel. Hadi gel buraya. Sorun be. Bəs, da koy gelsin. Gel buraya. bəs. Dedim gel buraya da. Sorun be. Ola geçsinlər. Bəsim də ağa, bəsim. Hadi gel buraya. Buraya gel. Hele. Harda görmüsən indiki zamanıda kiməsə havayı nəsə versinlər. Vallahi mənim pulum yoxdur. Bilirəm sən pulu var. O heç olacaq ki səndə. Mənə bax. Hadi bura gel, qorxma. O kızı görsən, kızla mazaqlaşan kişi var ha. Adı Balaxandır. Mənəm. Ona bir dənə Bedirə bağla, sənə 100 aran verir.
Balakan? Balakan. Bəli, Balaxan. O mənə tərs-tərs baxan, Aycan. yanağımdan Ha. nə yaxam, Hop. ildırım kimi çaxam, Balakandır, Balakan, Balakandır, Balakan. canam üçün darıxam, Hop. ağandamını sıxam, bir qulağından girib, o birisindən çıxar, Aycan. Balakandır, Balakan, Balakandır, Balakan. gözlərim. Mənə sataşırsan, sən o qulaqlarını kəsərim onunla bilərsən ha. Şöyle sen. Aferin. Bak yürüme şu. Aferin, yaxşı şahidlər. Ancaq mən ölüm. Bir daha da Mirzə cavaba koş. Ekrem abi ya, məmli. 100 de verəcəm. Siz de görün. Mirzə Cavan, Mirzə Cavan, Mirzə Cavan, Mirzə Cavan, eyləmə inat, Mirzə Cavan, kulağı konfet vurdu şaka. Bu kimdir belə? Mirzə Cavan'dır, kafede içtiği çaycıda yatar. Düz değil de. Geçen ay Ağakərimi çağanasında kim yapmış da? Öyle ya Balakan. Susan da ben bunu yanına yapıştırırım. Hep yapın üstü. Sen aydın değilsin. Yox, mən aydın deyiləm. Mən sərxoşam, sərsamam, bilmirəm kim. Qurban! Qurban! Bəli ağa. Git, Gültekin'i bura çağır. Koy baksın, lezzet alsın. Can ağa, Gütəşik xanım bura gələr? İnanmıram. Ben özüm giderim. Dövlət bəy. Dövlət bəy. Hiçbir yoktu o səhərdən qanı qara donu. Vay. Mirzə Cevat. Mirzə Cevat. Can. Yiyəsən axı. Qonağımız istirahət eləyir. Hələ bax. Ha, möhkəm. Yo bala. Möhkəm. Ha. Bayaqdan 100-dən 150-dən danışırdın. Ne oldu sənə? Buracan yaxşı gəlmişsən. Deməli, əsas məsələ qalıb. Abala. Yo, Mademoiselle Susanna xanım qalıb. Mazmazel. Bizim meclis, bizim bəzəyi. Gülüstanımızın tər çiçeği olan bu gözəl xanım haqqında ne deyə bilərsən? Ha? Əgər sözü xoşuma gəlsə, daha sənə acı yox. Bu gözəl xanımın dodaqları kimi qırmızı şərab süzəcək. Şərab! O gözəllik ki sənin var, mələk olsa vurular. Üzünü açsan əgər, hər görən heyrətdə qalır. Ay hay. Ama onun üzünün bağlı vaxtı var ki. Həmişə açıqdır da. Ya, nəsə, mənim də xoşum gəlmədi. Sən bilirsən neynə, sən belə elə də, sən belə, Təsvir elə. ha, təsvir elə. Ama tadını bilmədiyin şey necə təsvir ediyor? Kudurma! Belki bir gecelik sənə verək. Bana verərsən de, bildin? Sen şairsin. Xeyalen təsvir. Bəli. Kim ki öpmüş yanağından elə bilsin ki o dem taleyin hökmü ilə cənnəti əlada olub. Sinəne kim ki koyup başını yəqin diyecek. Buna benzer ne bu dünya, ne o dünyada olur. Buna benzer ne bu dünya, ne o dünyada olur. Malakas! Öpürəm səni malakas! Doğrudan da onurlarla yanağının mermer sinəsinin ne bu dünyada, ne de o biri dünyada misli beraberi yok. Yadında saxla ya. Cananın dodaqları min cür şarabdan artıq məst edilir. O kolu, bu cür canı. Ay kız! Oyna! Oyna!
oynayacaq. Oyna! Oynamaq havası deyil. Hər nədə oyna! Oynamaq havası deyil. Az qoduq balası! Gaz koduk balası. Niye oynamırsan ha? Bunu bak, niye olmur ki? Bunu bak, böyle bak. Ellerini oynarsan, olar şöyle. Hop! 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 Davam elə. Hop! Balakan ben özüm halleliyim. Özüm halleliyim. Balakan Xanım, siz rəqs eləyərkən bir xəyal kimi görsəniz. Oynamır. Oynamayın. Oynamır. Oynayarsan. Öz başına sen oynamırsan. Gedir. Ha. Ha. Oynamır ha, oynamır. Oynamayın. Ha. Ama Yeme oynamayın. oynayan. Hiç babası bu pulu görmüyor. Ben de görmemişim. Oynamaq havası. Eğlendir kuzum, eğlendir. Eğlendir. Ha. Ne oldu? Bak. Bak. Ölmeyesen kız dola. Ha gözden değilim. Akşı. Güldü gül. Güldü, gül. O senin kara Yavaş. Kimi korkutursan atam dövmeyecek, babam söyleyecek. Olmasın bir burnun örtü, yerden senin için ayak çıkardarım ayak. Ha bir buna bak, aç. Baxıram. Şekil şekil. Düz anam, düzdür. Şəkildir. Amma isti olanda rəngi pozulur. Susanna xanım, siz bugün kimin həyatını cənnətlərə çevirəcəksiniz? Burada bir kimsenin yoktu ki. Yok. Elbette benim hayatım. Ha Susanna. Mən bu gecə... Mən bu gecə... Mən bu gecə... Gecələr səni gör. Mən bu gecə Novruz bəyə söz vermişəm. Onlara qonaq gedəcəm. Susanıçka. Hayır o. Sen öylesin. O? Uşaqsan bile. Ha? Özü bile. Novruz Bey. Her ne deyirsən de. Beni ki tanıyırsan. Anında şaştın ha. Şaştın Novruz Bey. Ben söz demirəm. Özüz Novruz bile. bəy. Novruz Bey. Oğlum. Eğer inciyeceksen. Yok. Balakan yaxşı gör. Novruz Bey. Novruz Bey, Balakan yaxşı Novruz gör. Bey. İstəmirsin sən Mən geri bax sizə. Balakan narahat olma deyə. Görmüş. Elə qonşu salonda vərəmlər üçün bir şəkil torba qoyulub. İştirak eləmək istəyənlər buyursunlar. Ayşaq, yer geçişlə məşğul ol. Novruz Bey. Balakan belə olmaz. Ağalar o şəklin nəyi sanmadan gözəldir ki. Bəlkə elə, hə? Hadi. Ha! Al senin canın şu. Gel görüm ha. Mən sənə küsmüşəm. Hadi yaxşı yerə benden kütüb yok bilmem. Gelin biz de Susanna'nı torba Aa, koyalım. yox. Mən razı. Hiç gelmen gedi olmamışsınız. Ha? Kim çok verir onu? Bəli. Ha? Ne diyorsan Novruz Bey? Hiç kimin yüreği kalmasın. Nağ deyən nisiyə. Ben de razı. Nağ deyən nisiyə. Yox bir nisyə. Nə? Ne? O? Ne? Yoxsa Ya. mən satacağam. Mən satacağım. Ha ya sen satın. Gel. Ya ne? Devlet tezgah.
görsünler. Düzdür. Mənliyiniz bir kadar taptanı. Ev yok, ev yok. Evazında pul alırsınız. Pul. 6001, 6002, Koyarsın 6500. 6501, 6502, 800.000. Hanım düz durun, düz durun. Kıymet artır. 8001, 8002, 8003 satıldı. Ha? Siz burada ne Tez işiniz gel. var lan? Susamları toruma koymuşum. Ha tez gel. Ha. Ha. Sen beni buraya niye getirdin? Ne lan? Gözlenilmez görüş. Kiminle? Bak, tanımazsan. Ya. Yok. Tanımadım. Tanıyırsın. Tanıyırsın. Benim azizim. Benim hayatımın sultanı. Axı niye? Niye bizde hiç alınmadı ha? Susursan. Sen yine de elinden kitap düşmeyen o şairi düşünürsen. Ne için soruşursun? Sen düşünürsen, sen hatırlayırsan, sen sevirsen. İndiyse, bak! Gel yavrum gel. Budur son karargah. Gel. Al iç. 3 yıldır görüşmedik. Al iç. Sen bilmirsen ben içmirəm. Niye? Niye içmişsin? Bütün fahişeler içir. Sen de iç. Aydın, bir vaxtlar içtiğimi gördün mü? Bir vaxtlar belə yerlere geldiğini de görmedim. İç. Aydın, sen bilmirsən mən kiməm? Bilmirsən bura kimler gelir? Bura gelir yalnızladırlar. Yaramazlar, esraflar. Sen canımı boğazma yıldın. Bizi kişi saymasın. Elinizi belinize atmaktansa cibinize atın ağam. Çünkü sizin her bir şeyiniz oradadır. Menliğiniz de, silahınız da, kişiliğiniz de cibinizdedir. Yok yavrum, içme. Sana bakın, içme. Dikkat, dikkat! Akşamlar canlı bir kız satılır. Eli, ayağı, üreği de var. Üreği de var. 50.000 manat. Kitap Ayşe.
Apar onu buradan. Musiki! Ben sizi gözleyeceğim. Beni. Allah. Budur hanım. Ben onu zibillikten tapmışım. İt gibi uzanmıştı. Yazığım geldi, getirdim bura. Yeni müşteri tapana kadar koy burada kalsın. Yaxşı. Herhalde insan bu. İt değil ki. Onsuz da ömrüne çok kalmıyor. Ne diyeyim vallahi. Görürsünüz de. Bir dakika. Götürün bunu. Yok. Götürün. Benim bundan başka hiç neyim yoktur. Herhalde. Hamımız insan. Allah başımızın üstündedir. Aydın. 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 Mene. Buradaki. Sen hardan geldin? Ben seni aktarırdım. Tesadüfen ev sahibine rast geldim. Dedi ki sen buradasın. Ha, o beni zibillikten taptı. Dedi burada yaşa ne kadar şey. Teze aydın. Olmayayım. Demek sen burada yaşıyorsan ha? Bizim köhne evimiz. Yok ben burada yaşamıyorum. Bir de ki bura ev değil, bura mezardır, mezar. Görürsen ki burada bizim yaşadığımızdan beri çok şeyler değişir. Hey. Sen git. Ha, git. Hara gedim ben? Benim gitmeye yerim yoktu Aydın. Bir de ben seni bu vəziyyətə koyup necə rahat yaşayayım axı? Bəs bu neçə illəri mənsiz necə yaşamısın? Elə sənin kimi. Məzarda. Mən bütün illəri səni axtarmışam, gəzmişəm. Mənə dedilər sən getmişsən, uzaqlara getmişsən. Mən elə bilirdim orada günüm xoş keçir. Mən beləcə yaşayırdım. Bax indi gəldin, məni gördün, məni tapdın. Təsəvvür elə ki mən yoxam, ölmüşəm. Get. Sən get xilas ol. Mən sənsiz xilas olmaq istəmirəm. Biz birlikte de xilas olabilmelik. Benim artık hiçbir şeyim yoktu. Ben sana hiçbir şey verebilmem. Ne yüreğimi. Çünkü benim yüreğim dertten kuruyup.
Nə xoşbəxtlik, nə saadət, nə gözəl həyat, heç bir şey, mənim heç bir şeyim yoxdur. Boş şüşələrdən başqa mənim heç bir şeyim yoxdur. Mənə heç nə lazım deyil. Mənə təkcə sən lazımsan. Gültekin, get. Ayağını at. Qapı arxasında yeni həyat var. Burada isə ölüm, səfalət, çirkab. Sən get. Aydın, əgər sən deyirsən ki, qapının o tayında həyat var, burada ölüm var, onda gəl. Gəl birlikdə gedək. Heç bir vaxt mən o həyata daxil olmamışam, heç bir vaxt. Mən it kimi yaşamışam. İtdən də betər yaşamışam, amma o həyata daxil olmamışam. Sən elə bilirsən, mən nə vaxtsa onlarla bir yerdə işləmişəm, onların məvacibini almışam. Heç bir vaxt. Mən azad olmuşam, azad. İndiki vəziyyətimdə o həyata daxil olmaq mənim üçün ölümdən də betərdir. Get. Geriyə də qayıtmaq mənim üçün ölümdən betərdir. Mən artıq geriyə qayıda bilmərəm. Mən dövlətə nifrət edirəm. Mən onu heç vaxt sevməmişəm. İnsan nə qədər nifrət içində yaşayar axı. Aydın, mən sevgisiz yaşaya bilmirəm. Mən sənsiz yaşaya bilmirəm, Aydın. Bir də mən səni bu vəziyyətdə qoyum. Necə rahat yaşaymaq. Mənə görə narahat olma. Mənim ömrümə az qalıb. Özün görürsən. Və sonra mən gedirəm. Naməlum səyahət. Nə danışırsan? Mən gedirəm, məni orada gözləyirlər. Mən bilirəm, orada məni çox incitməyəcəklər. Axı, mən bu dünyada kimə neynəmişəm? Kimə? Mən gedirəm, mənə görə narahat olma. Yəni sevmək, özünü sevgisiz, təsəvvür eləməmək, günahdır. Sən narahat olma, mənim biletim də var. Aydın. Aydın sen. Aydın ben təkcə səninəm Aydın. Mən təkcə səninəm. Aydın sen. Sen benim yuxumu xatırlayırsan. Cənnət bağçası. Ağappaq gül açmış alçaq ağaclar. Mən həmin bağçada gəzmirəm, uçuram. Sənsə dayanmışsan darvazanın qarşısında. Mən sənə deyirəm, Aydın, gəl içəri. Sənsə gəlmirsən. Elə bu vaxt bir səs gəlir. Doğma, xəfif bir səs. Atamın səsi. Çağırın məni. Gültekin. Hatırlıyorsan ha? Gültekin. Onda mən həmin darvazadan içəri girməyə cəsarət eləmədim. Qorxdum məni qəbul eləməzdir. Amma indi deyəsən, icazə olar. Biz bu yolu ikimiz birlikdə gedəcəyik. İkilikdə heç nə qorxulu olmur. Mən sənlə qalarım. Sən mənimlə qalırsan. Bu məzarda. Bizim məhəbbətimizi başa düşmədilər. Biz onların bayramında yad. Biri vardı, biri yoktu. Gültekin adlı güzel, yaraşıklı bir kız vardı. Ve bir Aydın vardı. Kasıp, başalçık, ayak yalın bir şair. Hiçbir şey yok idi. Şiirler yazardı, dostlarıyla sahil boyu gezerdi, mübahiseler ederdi. Başka hiçbir şey yok idi. Günlerin bir gün Aydın Gültekin'i görür ve bir könülden bin könül aşık olur. Yüreğini çıkarıp verir ona. Ha? Yüreğini çıkarıp verir ona. Gültekin sen onun yüreğini götürür. Sıkır son damla kanına kadar sıkır.
Çıkın! Sonra Aydın'ın yüreğin atır. Ağalar gelin. Gelin. Kesin burada gelin. Ağa narahat olmayın. Akşam otağı boşaltıp temizleyip size terfi vereceğim. Devlet Bey. Akşı. Ne var? Bacardığımız kadar yedik. Ne var? Bacardığımız kadar içtik. Ne var? Her şeyin hesabını ödedik. Dur. Dur gidelim.